Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün bol kalorili çuğundur salatı hazırlayacağım. Bunu necə hazırlayacağım? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? Ərzaqlarımızın hamısını bişirmişəm. Bunları kvadrat şəklində doğrayıram. Çuğundurun nə qədər faydalı olduğunu yəqin ki, hər kəs bilir. Bunun faydalarından danışsam videom bitər belə. Qısası onu deyim ki, qan deposudur. Çox faydalıdır. Ərzaqlarımızın tam miqdarını açıqlama bölümündə yazacağım. Bütün ərzaqlarımızın hamısını eyni qaydada kvadrat şəklində doğrayıram. Dəyərli izləyicilərim, bugün 11 ayın sultanı olan Ramazan ayının ilk günündəyik. Buradan oruç tutan hər kəsin orucunu Allah qəbul eləsin deyirəm. Allah hər kəsin ruzusunu bol etsin ki, hər kəs istədiyini alıb yeyə bilsin. Amin. Çuğunduru da kvadrat şəklində doğrayıram. Məndə çuğundur böyük olduğu üçün mən 2 ədəd istifadə etdim. Əgər sizdə balaca olarsa 3 ədəd də istifadə edə bilərsiniz. Üç ədəd turşu xiyar götürmüşəm. Bunları da xırda-xırda doğrayıram. İnanın ki, çox dadlı bir salat alındı. Kələmi də xırda-xırda doğrayıram. Kələmi də doğrayıb əlavə etdim. Və üzərinə bişmiş qırmızı lobyanı da əlavə etdim. Və bir dəstə cəfərini də xırda-xırda doğrayaraq əlavə edirəm. Göyərti zövqə bağlıdır. Mən cəfərdən istifadə etdim. Siz kişniş, şüd, soğandan da istifadə edə bilərsiniz. Və üzərinə 1 ədəd limonun sıxıb suyunu əlavə edirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Limonun suyunu da sıxdım və əlavə edirəm. Və üzərinə 5 yemək qaşığı zeytun yağı əlavə edirəm. Zeytun yağımızı da əlavə etdim. Üzərinə duz, istiot əlavə edirəm. Və bunu yaxşı-yaxşı qarışdırıram. Gördüyünüz kimi asan və tez başa gələn çox dadlı bir salat alındı. Bu da bizim rəngarəng, möhtəşəm görüntüsü olan, möhtəşəm dadı olan salatımız hazır oldu dəyərli izləyicilərimiz. Qaba servis edirəm. Bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Və üzəri üçün gül düzəldirəm kağıdan, görüntüsü daha möhtəşəm görünsün deyə.
Bu da bizim asan və tez başa gələn, möhtəşəm görüntüsü olan, möhtəşəm dadı olan, bol kalorili salatımız hazır oldu dəyərli izləyicilərimiz. Hazırlayacaq olan hər kəsə nuş olsun.